Üzəri nar kimi qızarmış ləvəngi hazırlayırıq. Keçirik ləvənginin hazırlanmasına. İlk öncə ədviyyatlarımızı və turşumuzu vururuq. Mən sadəcə duzdan istifadə edəcəm. Gözəl şəkildə çölünü, içini duzlayırıq. Duzladıkdan sonra həm üzərinə, həm içinə turşu vururuq. Həm üzərini, həm içini gözəl turşulayırıq. Turşuladıkdan sonra soyuducuda gözlətdiyim içliyi içinə əlavə edirik. Hazırdır. Əgər kürdanınız yoxdursa, bu hissələrdən bölüklər açaraq belə yerləşdirib ağız hissəsini bu formatda qapata bilərsiniz. Tam bu şəkildə. Kartof doğrayacağım. Həmçinin kartoflarınıza da istədiyiniz ədviyyatı vura bilərsiniz. Mən sadəcə duzdan istifadə edirəm. Kartoflarımızı gözəl şəkildə toyuq ləvəngimizin yanına düzürük. Toyuq ləvəngimiz artıq hazırdır. 180 dərəcəlik sobada 1 saata yaxın bişiririk.